Bir neçə gün əvvəl Bakıxanov qəsəbəsində Razin Talkuskası kimi tanınan ticarət mərkəzinin sökülməsinə başlanması bazar əhlini ayağa qaldırmışdı. Satıcılar buna etiraz olaraq bazarın qarşısında aksiya keçirmişdilər. Elə biz də bu məsələlərə aydınlıq gətirmək üçün yollandıq Razin bazarına. Əraziyə daxil olan kimi ticarət mərkəzinin direktoru Vahid Abdulovla qarşılaşdıq. Onun sözlərinə görə indiyə kimi bazarın söküləcəyi barədə müxtəlif şayələr gəzirdi. Amma bu günə qədər heç bir xəbərdarlıq olunmadan birbaşa söküntü işlərinə başlanılmamışdı. Bir neçə gün öncə ticarət mərkəzinin dam örtüyünün sökülməsi isə Sabunçu rayon İcra Hakimiyyətinin göstərişi əsasında aparılıb. Gözlənilməz hadisədən sonra bazar rəhbərliyi Sabunçu rayon İcra Hakimiyyətinə dəvət olunub. Əldə olunan razılıqdan sonra söküntü işləri dayandırılıb və bazar rəhbərliyinə həmin ərazidə bəzi zəruri tədbirlərin görülməsi tapşırılıb. Biz də indi çalışırıq ki, o çatışmayan cəhətlərin hamısını aradan qaldıraq, mehribançılıqla işləyək. İndi hal-hazırda bizi ilə əlaqə saxlayırlar, görülən işlər barədə gündəlik onlara məlumat veririk, post yaradılır, ondan sonra şəhər rəisi əlaqə saxlayır, znaklar qoyulacaq burada maşınların dayanmaması üçün, tıxacların aradan götürülməsi üçün. Bunlardan ötürü lazım olan işlər aparılır. Satıcılar isə onlara heç bir xəbərdarlıq olunmadan bazarda söküntünün başlanmasına göstəriş verən İcra Hakimiyyəti nümayəndələrinin cəzalandırılmasını tələb edirlər. Gəlmişlər bizə bəzi üzrənlər, məmurlar, cəmaatı, milləti buradan işləməyə icazə vermirlər, qoymurlar. Gəlin, taluşkanı dağıtmaq istəyirlər. Bir də gördük ki, buldozerlə gəlib bazarı sökürlər. İçində də həmin adam xiyar satırdı, pomidor satırdı. Mən yaşlı qadınam, mən yalan danışa bilmərəm ömründə. Belə də cəmaata tökürdü, niyə sökürsünüz? Xəbərdarsız, heç kimə demədən. İcra hakimiyyətisən bunu birinci xəbərdarlıq eləməsi. İkinci də 18 ildir balaq. Biz burada əmək qoymuşuq. Bura bizim özümüzün elə ailə var ki, gələndə burada heç evli deyildi. İndi uşaqlar məktəbi qurtarır. Bir də hərəyə qopdu ki, orada uçururlar. Onun altında da işçilər işləyirdilər. Hə. O işçiləri zorla çıxartdılar altdan. Elə şey olar, işləyə-işləyə uçurasan. Səbəbini bilirdinizmi, niyə uçurdular? Biz bilmirdik niyə uçururdular. Bizim xəbərimiz heç satdan yoxdur. Satıcıların narazılığına və söküntü işlərinə heç bir xəbərdarlıq olunmadan başlanmasına aydınlıq gətirmək üçün Sabunçu rayon İcra Hakimiyyətinə üst tutduq. Belə anladıq ki, İcra Hakimiyyətinin qapısında dayanan mühafizəçidən tutmuş, yüksək vəzifədə oturanlara qədər sözgedən bazarın sökülməsinə tərəfdardır. Bir gündə sökər. Bir gündə sökər, cəmaata yer ayrına bir gündə sökər. Arkadaş, sən inan mən o günü buradan bülbülədir, nədir getməyə. Mən 2 saata getdim. Probka 2 saata. Lerik dağlarına 3 saata gedirsən. 3 saata Lerik dağlarına, Allah'ın olsun. Buradan Talkuçkanı keçməyə özümə nifrət elədim. Mühafizəsi ilə söhbətdən sonra bəlli oldu ki, İcra Hakimiyyətində suallarımızı cavablandıracaq heç kəs yoxdur. Amma bazar işçilərinin aksiyasından sonra onları qəbul edən Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev ticarət mərkəzinin fəaliyyət göstərməsi üçün bir neçə şərt irəli sürüb. O, sentyabrın 1-nə kimi bazar rəhbərliyinə tapşırılan işlərin bir hissəsinin icra olunmasının vacibliyini bildirib. Əhməd Məmmədov, Əhməd Xəlilov, Yurt Xəbər.